Belə bir sualımız var. Test 13-də. Birinci suala baxaq. Yəni baxaq. Deməli x kubu çıxılsın 8x kvadratı. Yəqin ki, ora qədər getməmisiniz. Əslində ola bilər ki, demişdik, ilk 5 test edirik. Bir də miqə girişə üstünlük veririk ki, yəni həddindən artıq tutaq ki, ağır suallar məsləhət deyil. Yəni çünki Əlbəttə, əsasən miqə ən çox yəni birinci yazdığım miqə girişdir. düz edirsiniz. Sonra zəif olduğum mövzudursa dimdən yazıram. Zəif olmasam da ortalama biliyim varsa en paşevdən yazıram. Yəni Tamamilə zəif doğru. olduqlarımı en paşevdən. Tamamilə doğru edirsiniz və bir də ola bilər ki, hansısa bir misalda biraz uzun yoldan gedirsinizsə, onu da soruşun ki, bəlkə onun başqa bir yolu da var. O yolu da öyrənəsiniz. Məsələn, ola bilər həll edirsiniz, uzun yolla həll edib cavab alırsınız. Və onun da qısa yolu varmı, fərqli yolu varmı soruşa bilərsiniz. Məsələn, mən test 13-ü xüsusi, yəni belə baxırdım bayaqları. Gördüm belə bir sual. Dedi ki, bu sualı necə çözmək olar? Məsələn, orada bunun köklərini necə tapmaq olar? Məsələn üçün, əsas məsələ. İki yol var demişdik, necə tapırıq. Birinci düstur yazdırmışsınız o. Yəni birinci yox, o ikinci demək olar ona. Bir də ki, vuruqlara ayırma yolu ilə demişdik əslində. Hə, indi bilirsiniz necə? Tam kvadrat kimi də ki, daşıq bilərik. Əgər kökləri soruşursa, belə deyək, o ki, biz 3-cü dərəcəli tənliklər üçün Biet teoremi demişdik, onun önəmi çıxır. O ancaq x1-in kvadratı üstə x2-in kvadratı üstə x3-ün kvadratı soruşanda o cür suallara əlverişlidir. Yaxud x1 vur x2 üstə gəl, x2 vur x1 və sən bu cür suallar olanda o əlverişlidir. İndi gəlin, məsəl üçün köklərini fikriniz varsa deyin, köklərdən bağlı ki, bunun kökləri necə olacaq, yoxsa mən başlayıram bunu həll edən. Məsələn, kökləri necə taparıq? Yəni, o düstur Biet teoremindən istifadə etmədən təbii ki. Vuruqları ayırma yolu ilə, amma hansıları qruplaşdırmaq lazım olduğunu. Bəli, amma mən sizə demişəm deyə ona görə bu sualı verdim. Yəni, mən sizə bunun necə tapılmalı olduğunu demişəm. Tamam. Onda gəlin verək. Biz nə demişdik? İlk növbədə nəyə fikir verəcəyik? Əmsalları cəminə. Baxın, bunu bir daha, yəni burada vurgulayıram ki, ola bilsin ki, biz yeni mövzular keçdikcə köhnə mövzulara bəzən vaxtımız olmayacaq qayıtmağa. Yəni, hələ ki bir müddətdə, sonradan yəni təkrara yenə baxacağıq, misallar üzərində baxacağıq. Deməli, onda əmsalların cəmi əgər 1 çıx 8, üstə gəl 19, çıx 12, 0-ı verirsə, doğrudan da verir. 0 bərabərdir 0. O zaman biz rahat şəkildə bəli, kökün birini bildik. Bəs ikinci kökü necə taparıq? Üçüncü kökü necə taparıq? Buyurun. Bəli, bunu x-in kubu kimin ayıra bilərik? A kub minus B kub. Amma yenə də bunu dediyimə görə, yəni bir daha xüsusi seçdiyim suallardan biridir. Məsələn, biz bunu x çıx 1-ə böləcəyik. Niyə? Biz çünki bölməni zaten bilməliyik rahat şəkildə. Bəli. Kökün birini 1 tapdığımıza görə avtomatik olaraq x çıx 1-ə bölə bilirik. Və bu zaman bölmə əməlində x kvadratını yazacağıq. X kubu çıxılsın 8, çıxılsın x kvadratı. Buradan çıxacağıq. Eləcək mənfi 7x kvadratı. İkincini indirdik. 19x çıxılsın. Burada 7x oldu. Mənfi 7x kvadratları bu dəfə getdi. Üstə gəl 7x. 19-dan 7-ni çıxdıq. Elə də 12x çıxılsın 12. Buradan da 12 yazdıq. Deməli, bunu aldıq. İndi bunu da köklərini tapsaq, baxı, bu da vuruqlardan biridir. Köklərini tapsaq, x2 deyək 4, x2 də Bietə görə 3 olur. Və bizdən soruşur ki, burada tənliyin ən böyük kökü ortancıl kökündən nə qədər çoxdur? Tənliyin ən böyük kökü 4, düzdürmü? Ortancıl kökü 3 oldu. Deməli, 4-dən də 3-ü çıxanda nə qədər çox oldu? 1 vahid çox oldu. Yəni, əslində belə deyək, siz bu cür tənliklərdə vuruqlarına ayırmağa cəhd eləsəz, parçalamağa fikirləşsəz, 19-u 12 qız, 7 qız ola bilər. Yəni, eləyə bilərsiniz. Təbii ki, eləyə bilərsiniz. Niyə?
Əgər köklərindən biri 1-dirsə, o zaman 19-u 12x kimi yazanda 12x-dan 12 birləşəndə x minus 1 çıxır. Və o tərəfdə də siz bunu düşünərək mən oradan x çıx 1 alım. Zaten elə bu o deməkdir ki, əmsalları cəmi 0-dır ki, burada cavab 1-i verir. Məsələn, test 13-ün birinci sualını gördük. İkinci sualı da eləyəcəm. İkinci sual məsələ həllidir. Məsələlərdə bir balaca bilirəm ki, çətinlik ola bilir. Məsələn üçün, sual belədir, yazmayacağım bura, sadəcə qısa qeydlər aparacağım. İki işçidən birincisi bir işi tək başına 6 günə görür. Tutaq ki, Məmməd bu işi 6 günə görür. Hər hansı bir işdir. İkinci işçi, tutaq ki, nə bilim, Həsən, bu işi tək başına 8 günə görür. 8 günə. İkisi birlikdə işləyəndə bu işçilərdən ikincisi 2 gün sonra xəstələnir. Demək, 2 gün bir yerdə işləyiblər. 2 gün sonra işçilərdən ikincisi xəstələnir. Yəni, tutaq ki, bu adam xəstələnir. Və əmək məhsuldarlığı 20% azalır. 2 gün çalışandan sonra, bu 2 gün çalışandan sonra, təbii ki, o birisi də 2 gün çalışır. Birincinin əmək məhsuldarlığı yerində qalır. İkincinin əmək məhsuldarlığı 20% aşağı. Əmək məhsuldarlığı 20% enib. Burada birinci sualım bundan ibarətdir. Deyir ki, sonra onlar işləməyə davam edirlər. Qalan işi ikisi birlikdə neçə günə bitirə bilər? Sual bundan ibarətdir. İndi, mənim sualım budur. Əgər siz tutaq ki, bir işi 8 günə görürsünüzsə, əmək məhsuldarlığınız 20% azalsa əgər, normalda 8 günə görürsünüz. Siz həmin işi neçə günə görüb qutara bilərsiniz? 20% azalma ilə. Üstünə gələcək 8-in 20%-ni. 8-in 20%-ni. Xeyr. 20% azalırsa sizin əmək məhsuldarlığınız 80% olur. 80%. Bəli. Bəli, Normalda 80%-ə düşəcək. 8 gündə siz 100%-dən işləyə bilirsiniz və 100% enerjiniz 8 günə kifayət edir bu işi görməyə. Əgər sizin məhsuldarlığınız 20% aşağı düşübsə, sizdə qalır məhsuldarlıq 80%. Amma burada diqqətli olun. Tərs mütənsib cəmiyyətlərdir. Yəni, çünki biz artıq bilirik ki, günümüz artmalıdır ki, bizim daha gec qutara bilək. Bəzən orada yanılırlar, qısa bir yanılma baş verir. Bax, burada 8 vur 100, yəni 800 bölü 80-lə biz nə görürük? 10 günə bu işi görəcək. Yəni, 2 gündən sonra təbii ki. İndi, bundan sonra məsələnin həllinə girişə bilərik. Yəni, məsələn, tutaq ki, 2 gün bir yerdə işləyirik, 2 gündən sonra qalan iş. 2 gün bir yerdə işləyəndə biz nə qədər işin hansı hissəsini görəcəyik? 2-də 1. Niyə? Həmişə elə yazmırdıq, tərsini. Yox. Biz 6-da 1 yazırdıq. Axı 6 gün işi görən adam 6-da 1. Bəli. Əgər 6-da 1 üstə ya 8-də 1 bir gündə bizim birlikdə gördüyümüz işdirsə, ya 2 günə vurmalıyıq, ya da əvvəlcədən vurmalıyıq. Məsəl üçün, mən deyim ki, Məmməd 2 gün ərzində işin 6-da 2 hissəsini görə bilər. O birisi də 8-də 2. İndi ikisini bir yerdə toplayanda təbii ki, həmin şey alınır. Bu yazdığım alınır. Buradan ortaq məxrəclə getsək də olar. Yəni, gedək də 24. Burada da 2 ilə ixtisara gedəcək. Yuxarı olacaq 4-dən 3, 7. Burada oldu 12-də 7. Deməli, 12-də 7 işin bu hissəsi qutardı. Birinci addımda bu oldu. İkinci addımı solda yazıram. Əgər 12-də 7-sini görüblərsə, təbii ki, 12-də 5-i qalıb da, işin 12-də 5 hissəsi qalıb. Neçə hissəsi qalıb? 12-də 5 hissəsi qalıb. Bu qalan işi, əmək məhsuldarlığı dəyişmiş halda, xəstələndiyinə görə əmək məhsuldarlığı dəyişmiş halda ikinci davam edəcək. Onda biz bunu belə yazmalıyıq da, yəqin ki, 6-da 1. İndi məsələn, x da qoya bilərsiniz. Niyə? Məsələn üçün, tutaq ki, biz x neçə günə qutaracaq qalan işi deyir. Burada deyir ki, qalan işi. Qalan işi neçə günə qutaracaq? Siz belə eləyəcəksiniz. 6-da 1 x birincinin gördüyü işdir. İstəyirsiniz x-i sonraya saxlayın. Üstə gəl. O birisinə artıq 8 yox, 10-da 1 x deyəcəyik. Ya da bərabərdir. İşin 12-də 5 hissəsi elə 12-də 5 olacaq. Normalda biz əgər bunu başa düşmürüksə belə də yaza bilirdik. Baxın 1 bölü 6 üstə gəl 1 bölü 10
Mesela x günə qutaracaqlarsa 1 böl x yazırdıq. Doğrudurmu? Belə yazırdıq. Amma burada 12-də 5 hissə olduğuna görə bu iş biraz, yəni fərqli formada yazılsa daha yaxşı olur. Yəni bu formada yazılsa. Əgər anladıqsa bundan sonra x-i tapacağıq. X-i tapanda cavabı alacağıq. Burada da yenə ortaq məxrəc ilə 30 götürə bilərik. 30-da 5 yuxarıda, 3 də burada. 30-da 8 x olur, bərabərdir 12-də 5 və bundan da sonra siz qalanını özünüz eləyə bilərsiniz. Yəqin ki, buradan da x bərabərdir 30 vur 5 bölünsün 8 vur 12. İxtisallar aparırsınız. Necə istəyir? Burada məsələn 6-ya bölə bilərik. 5 yuxarıda 25 olur. Aşağıda da burada 6-ya böləndə 2 qalmışdı, 16 olur. 16-da 25. Gördüyünüz kimi B variantı olur. Yəni 16-da 25 günə bu qalan işi ikisi birlikdə görməlidir. Məsəl üçün 3-cü suala da baxaq. Ardıcıl bir neçə suala baxacaq. Bunlar mənə elə gəlir ki, lazımlı suallardır. Baxın, 3-cü sualda da kubik tənlikdir, amma digər mövzu ilə əlaqəlidir. Məsələn, x kubu çıxılsın 6x kvadratı, üstəgəl ax çıxılsın 4 bərabərdir 0. Deyir, tənliyin kökləri ədədi silsilə əmələ gətirir. 3 dənə kök var, bilinir. Köklər ədədi silsilə əmələ gətirir. Baxın, gördünüz, mövzu ədədi silsilə ilə qarışır. Deyir ki, A-nı tap. Fikir varsa buyurun. Ola bilər ki, mən həllərini deyəndən sonra xüsusi olaraq həmin testin suallarına sərbəst şəkildə bir də baxa bilərsiniz. Yaddan çıxanda açıb, yəni lazımlı suallar. Yəni ola bilər ki, yaza bilmədiklərimi izahını məsələn ya sizdən, ya hardansa baxıram, öyrənirəm. Onu ayrı dəftərə yazıram. Həmin nömrələrdə ayrı dəftər tutmuşam, ora yazıram. Məsələn, sabahsı günü oturub bir də o sualları işləyirəm, görüm, yaza bildim, yadımda qaldı. Yəni öyrənmişəm, yoxsa sadəcə düz edirsiniz. Mən ayrı dəftərdə də bütün sualları qeyd aparıram ki, sabah və yaxud da bir gün sonra təkrar işləyəcəm onları. Tamamilə doğru edirsiniz. Məsələn, gəlin indi bu misala baxaq, diqqətlə baxın. Normalda biz kubik tənliklərlə bağlı dediklərimizi bilirik. Hal-hazırda bizə köklərin nəyi lazımdır? Baxın, ədədi silsilədə hədlərin cəmi məsələsi yəqin ki, ədədi ortaya görə siz yadınıza düşər. Ədədi ortanı tez tapırdıq. Məsələn, ardıcıl 3 hədd verilibsə, birinci, ikinci, üçüncü hədd, bunların cəmi neçədirsə, biz onu 3 yerə böləndə ortancıl həddi tapırdıq. Bu ədədi orta düsturudur. A1 üstəgəl A2 üstəgəl məsələn A3 bərabərdir. Məsələn, tutaq ki 39 verilibsə, biz 39-u 3-ə bölməkdən A2-ni tapa bilirdik. Əgər yadınıza düşürsə. İndi ədədi sistemində biraz da dərinləşdirəcəyik. Onda belə çıxır ki, biz x1 üstə x2 üstə x3-ü biləcəyik. Kim deyər? Vietə görə x1 üstə x2 üstə x3 nəyi verir burada? Mənfi B bölək A-nı verir. O da yəni 6 bölünsün 1. Tamam, doğrudur. Onda belə çıxır ki, 6-nı verir. Əgər düsturu bilirdinizsə, öyrənmişdinizsə, baxın budur. 6-nı verirsə, 6-nı da 3-ə bölməkdən biz tapmalıyıq nəyi? X2-ni. Doğrudurmu? Ədədi silsilək. Demək, 6-nı 3-ə böldük. X2-ni tapdıq. Sonra tənliyi bölədik x-2-yə. Yox, o uzun olar. Kökü tapan kimi qoyun yerinə. Çünki bizə digər köklər lazım deyil. Bizə nə lazımdır? A lazımdır. A-nı axtarırıq. Demək, birinci planı biləndən sonra kökü aparın qoyun yerinə. Kök 2-də axı. Apardınız, qoydunuz yerinə. 8 çıxılsın. 2-nin kvadratını 6-ya vurdunuz. 24. Burada da A-nı 2A yazaq. Çıxılsın 4 bərabərdir 0. Buradan nə görürük? 2A bərabərdir. Deməli 4 mənfi 20 oldu deyəsən. Səhv eləmirəmsə. Bir dəqiqə. 2A bərabərdir. Yerinə birdən səhv qoyaraq baxaq. Bir də baxaq. 20. Aha. Deməli 20 müsbət 20-də. Bu A da bərabərdir 10. Yəni düz əldə eləmişik. Bu belə. Yəni D variantı da burada doğru çıxdı. Yəni demək ki, baxın nə görürük? Ədədi silsilə görürük. Kub tənlikdə
köklərin cəmini bilirik. Plus kökü yerinə qoyub A-nı tapa bilirik. Yəni x-2-yə bölsəz, siz zaten orada A var. Siz orada ilişəcəksiniz, heç nə tapa bilməyəcəksiniz. Yəni tapacaqsınız, yəni ki, A orada tapılmamış olacaq. Oldu mu? Yəni bu belə. Keçirik 4-cü suala. 4-cü sual həndəsə Həndəsə x2 Tamam. vura x2 vura x2. Onda onu özünüz eləyərsiniz. Onu özünüz eləyərsiniz. Məsələn, mən 5-in belə deyək, 5-dənsə 6-nı tövsiyə edirəm. 6-da daha çox miqə düşməz sual tipidir. 6. Məsələn, ona görə 6-nı da eləyəcəm. 5-ə özünüz baxarsınız. Deməli, m-1 x kvadratı, bu da lazımlı suallardan biridir. Üstəgəl m üstəgəl 3 x çıxılsın m üstəgəl 2 bərabərdir 0. Deyir, tənliyin kökləri bu şərti ödəyir. Birinci kök 2-dən böyük, ikinci kök 2-dən kiçik. Çox maraqlı suallardan biridir. Belə suallara üstünlük verilir son illərdə. Baxın, necə çözə bilərsiniz? Fikriniz varmı? Müəllim, sistem tənlik qurmaq olar. x1 plus x2 mənfi m plus 3 mötərizədə bölünsün m minus 1 və x1 vurulsun x2 yenə mənfi mötərizənin daxilində m minus 2 olacaq. Bölünsün m minus 1. Əla. Nəsə eləmək olar elə bir şey. Sistem tənliklə. Həmişə çalışın ki, özünüz işləyəndə, bəli, bu variantları yoxlayın. Yəni qəfildən şey eləməyin də, yəni alınmadı, o görün bunun həlli harda yazılır, buna baxın, el eləməyin. Çünki niyə? Özünüz düşünəsiniz, beyniniz daha da gəlişsin. Baxın, mən indi bunun yolunu deyəcəm, ən rahat yolunu deyəcəm. O biri yolu da özünüz baxa bilərsiniz evdə ki, alınır, alınmır. Deməli, mən bunları eləyərkən, burada diqqət elədiyim məqam nədir? Baxın, köklər, əgər belə misal verilirsə, köklərdən biri, mən də bəzən diskriminantdan x1, x2-dən eləyirəm. Məsəl üçün, əyani dərsdə buna oxşar bir misal vermişdim, heç bunu verməmişdim. Buna oxşar bir misalda biz diskriminant x1, x2-ni tapdıq, həll elədik. Yəni, yadımda da gəlir ki, hansı sualdır, çünki öz beynimdə idi. O, nə vaxtsa, deməli, olimpiyadaya düşmüş sual idi. O sual indi də yadımdadır, onu verdim. Yəni, o olimpiyada tipli sualları da miqə sala bilirlər. İndi 2-dən böyük, 2-dən kiçikin mənasını sizə deyirəm. Yəni zaten bilirsiniz, amma yəni mənası. Məsələn, tutaq ki, 2 burada olsun. Məsələn, demək tənlik qrafik ya belə getməlidir, ya üzü aşağı getməlidir. Doğrudurmu? 2 demirəm ki, parabolanın təpə nöqtəsi olacaq. Amma köklərdən biri 2-nin sağında olacaq, biri solunda olacaq. Buna həmfikirik də. Yəni köklərdən biri, tutaq ki, ikinci kök sol tərəfdədir, birinci kök sağ tərəfdədir. Bu nə üçün bizə vacibdir? Bu çox niyə vacibdir, onu indi deyəcəm. Məsələn, normalda sol tərəfimiz, tənliyin sol tərəfi bir funksiyadır. Fx funksiyası deyilən bir funksiyadır. Doğrudurmu? Parabolanın qolları əgər yuxarıdırsa, A vurulsun Fx olur. A vurulsun Fx olur. İndi mən fikirləşirəm. A vurulsun Fx. Məsəl üçün, adətən ya böyükdür 0, ya kiçikdir 0, belə bir hallar yaşanır. Mən bunu belə mi eləyim, belə eləsəm daha yaxşıdır? Yoxsa gəlin belə bir formaya baxaq, yəni F2-ni tapmaq formasına. Yəni, A vurulsun F2-si axtarıram, amma burada X-in yerinə 2 qoyacam. A vurulsun F2 axtaracam. Sonrasını sonra görəcəksiniz. Maraqlı bir yol olacaq. Gəlin bunu yazın burada. Məsəl üçün, rəngini qara edək. Deməli, əvvəlcə F2-ni tapmaq istəyirəm. Mən X-a 2 verirəm. Görüm nə olacaq. 2 verəndə 4 vurulsun M çıx 1 olur. Yəni 4M çıxılsın 4. Tənlikdə yerinə qoyuram. Burada da 4-ü M-ya vurdum. 4M üstə gəl. 4-ü 3-ə vuranda 12. 12. Çıxılsın M üstə gəl 2. Bərabərdir 0. Buradan 4M, 4M, 8M, əgər düz qoymamışamsa deyin. Çünki ola bilər ki, birdən yazanda şey yazıram birdən. X-a 2 qoydum. Burada X-a 2 qoymuşam. 2 qoyanda burada 6. 6x olur. 6 olacaq. Bəli, 6. Ay, yaxşı baxdım. 4M, 6M, 6M-dən M-i çıxdım, elədi 5M. 5M. Qələmə görə belə olur bəzən.
Mənfi 4-ün üstünə 6 gəldim. 2, 2-nin üstünə 2 gəldim. 4. Tamam. Buradan biz 5m üstəgəl 4-ü tapdım. Hələlik burada m-nı tapa bilirəm. Burada problemim yoxdur. M mənfi 4 böl 5'dir. Doğrudur. Qoy tapım elə. M nə oldu? Mənfi 4 böl 5. Yəni mənfi 0.8. Tamam. İndi çox maraqlı bir məqama gəldi çıxdıq. Yəni əgər köklərin biri 2-dən böyük, 2-dən kiçikdirsə, deməli 2 ədədi köklərin arasındadır. Buna həmfikirik də biz. Onda A vurulsun F2 yazmışam az sağda. A vurulsun F2. Sizcə bu sıfırdan böyük olar yoxsa sıfırdan kiçik olar? Belə bir sual. A vurulsun F2. Sıfırdan kiçik olar. Ümumi funksiyanın qiymətindən danışırıq. Yəni məsəl üçün bu parabolanın şəkil formasında fx funksiyasıdır. Fx deyəndə budur da, yəni bizim kvadrat tənlimimizin sol tərəfi. Sol tərəfi. Mən 2 qoydum, f2-ni tapdım. F2 nədir? Cavab olaraq 5m üstəgəl 4. F2 nədir? 5m üstəgəl 4. Mən indi soruşuram. Yəni burada m bərabərdir. Məsəl üçün m-1 A-nın yerinə nə dayanır? m-1 A-nın yerində x kvadratın əmsalı dayanır. F2-nin qiymətini tapdım. 5m üstəgəl 4. 5m üstəgəl 4. Yəni mən tutaq ki F2-ni də bildim. Burada apardım, qoydum yerinə. Burada yerinə qoydum. M çıx 1 vurulsun 5m üstəgəl 4. İndi sadəcə qalır ki, kiçikdirmi 0 olmalıdır, yoxsa böyükdürmü 0 olmalıdır? Mən hələlik 0-dan kiçik götürürəm. Kiçik götürən kimi cavab köklərin arası çıxmalıdır da burada. Bərabərsizliyi həll eləyəndə cavab köklərin arasıdır. Əgər köklərdən m-nın qiymətini tapırıq da biz. M-nın qiyməti 2 ədədin arası olacaq. Bu tərəf mənfi 0.8 olacaq. Bu tərəf 1. Yəni mən tapacam Y variantını. Belə yazacağam. Mənfi 0.8 1 arası. Sadəcə olaraq düşünmək sizə qalmış ki, məsələn, mən niyə kiçikdə 0 götürürüm? Məsələn, belə bir sual. Parabolanın qollarını yuxarı çəkmişəm. Hal-hazırda şəkildə görürsünüz. Deməli, A müsbət kimi qəbul etmişəm. A-nı nə kimi qəbul etmişəm? Müsbət kimi. F2-nin qiymətini tapdım. İndi A müsbətdirsə, m çıx 1 0-dan böyükdür. Deməli, A müsbətdirsə, m çıx 1 0-dan böyükdür. Yəni, m 1-dən böyükdür. M 1-dən böyük olan halda F2-nin cavabını almışdım. 5m üstəgəl 4. F2-nin cavabı 5. O da mənfi olmalıdır onda. Yox. Axı, indi buna baxmayın da, buna baxmayın. 5m üstəgəl 4. Sizcə 5m üstəgəl 4 m-ə 1-dən böyük verəndə müsbət olur, yoxsa mənfi olur? Müsbət. Aha. Deməli, mən əgər kvadratın əmsalını müsbət götürmüşəmsə və F2-ni də o kvadratın əmsalı müsbət olduğuna görə, yəni m çıx 1 0-dan böyük olduğuna görə, m də 1-dən böyük olduğuna görə 2-ni yerinə qoyanda aldığım cavabda 5m üstəgəl 4-də 1-dən böyük hallarda müsbət alır. Ona görə də burada yazdığım var, bu. Bu yəni müsbət götürmüşəmsə 5m üstəgəl 4-ü mən də bunu müsbət götürməliyəm də, amma mən kiçikdir 0 yazmışam. Çox maraqlı bir şey eləmişəm. Sizcə nə eləmişəm? Səbəb nədir? Yəni ola bilərmi ki, qrafik üzü aşağı Düz səbəbi yoxsa dəyişə bilirik? Mən başa düşmədim. Yəni siz yazdığınız düzdür, cavab Y variantıdır. Yoxsa dəyişə bilərik? Ola bilər ki, araşdırırıq ki, bəlkə böyükdür. Yox, biz araşdırırıq. Təbii ki, araşdırırıq. Yəni mən məsəl üçün tutaq ki, mən kiçikdən yazmışam, böyükdən yazmamışam və cavabı mənfi 0.8 1 arası almışam. Cavab bilmirəm nədir. Cavaba siz də baxa bilərsiniz. Oradakı cavab nədir? Bu neçənci sualdır? Bu test sonucu. Baxın. Baxın. Yəqin ki, cavab bu olacaq. Çünki orada mənfi sonsuzu birinci kök birləşir, ikinci kök müsbət sonsuzu yoxdur. Baxın. Y variantı. Hə, yəni Mənim bu cavabımız var. hansı testdir? Test 13-ün MHK-in yeni test 9-sunda 13-ün altında. Yəni maraqlı bir sualdır. Yəni bizim yanaşmamız doğru olmalıdır ki, cavabımız da qəbul olunsun, Y variantı olduğunu bilsin. Məsələn, mən belə baxdım, dedim A 0-dan böyük oldu. Əmsal olaraq 0-dan böyük götürdüm. F2-ni də qoydum. F2-də də amma 5m üstəgəl 4 aldım. F2 əslində nə deməkdir? F2 əslində yerinə qoyanda cavab alınır 5m üstəgəl 4. Təbii ki, mən onu 0-a bərabər götürəndə m-i mənfi alıram.
M çıx 1-i də 0. Yəni Yəni ha, mən necə? onda məsələn 1-in 2-dən kiçik verib də x1-i böyük verib x 2-dən. X2-nin də 2-dən kiçik verib. Yəni x2-nin mənfi olma ehtimalı bizə kömək eləmir. Məsələn, Ha, əgər x2 2-dən kiçiksə mənfi də ola bilər. tamam. X1 2-dən böyükdür, X2 2-dən kiçikdir. Məsəl üçün ola bilər ki, ikisi də müsbət olsun. Məsələn, X2 olsun 1, X1 olsun Biri 3. mənfi, biri müsbət də ola bilər. Onu Ola demək istəyirəm. bilər. Yəni Biri iki mənfi, müsbət bəli. halı var. Biri mənfi, biri müsbət də ola bilər. Yəni mən Avrosun F2 kiçikdir 0 yazmışam, yazmağına yazmışam. F2-nin qiymətini yerinə qoyanda, məsəl üçün F2-nin qiymətini yerinə qoyanda, şəkilə görə baxsaz, görəcəksiniz ki, şəkildə F2 əslində mənfiyə düşür. Yəni mən sizi sorğu-sual eləyirəm. Elə bil ki, mən fikirləşirəm görüm ki, siz düşünüb onu qərar verəcəksiniz. Mən müxtəlif variantlar Müəllim, səsləndirə bilərəm. onda parabolanın qolları tərs istiqamətində olmalı, yəni əks olmalıdır, aşağı. Yox, Onda yuxarı olsa baxın. Baxın, yuxarıya qoymamışam parabolanın qollarını. Aha. Ay sağ ol. Yuxarıya qoyduğum halda bu x-a 2 vermişəm. F2 burada alınır. Harda alınır? Baxın, baxın. F2 burada alınır. Bax, F2-nin cavabı bura gəlir, çıxır. F2-nin cavabı 0-ın altındadırmı? 0-ın altındadır. Demək F2-miz də əslində nədir? Mənfidir. Biz əgər bununla baxsaq, n böyükdür 1. Onunla yanılacaq, səhv olacaq. Aydındırmı? Yəni mən qolları yuxarı götürmüşəm. en böyük bir yazmışıq. Mən yox, bəs ona mən parabolanın qollarının yuxarı vəziyyətini yoxladım. Baxın mən indi misalı necə elədim? Parabolanın qolları yuxarı vəziyyətdə. Bu zaman m-1 0-dan böyük, yəni A-mız 0 müsbət olmalıdır. Razılaşdıq bundan. Əgər bu şərtdən götürmüşəmsə. Bu zaman F2 qollar yuxarı olanda sizcə mənfiyə düşür, yoxsa müsbətə düşür? Köklərin arasında yerləşirsə nəyə düşür? Mənfiyə düşür. Köklərin arasındadırsa, baxın, əgər bizim x1 və x2-mizin arasındadırsa, bərabərsizlik eləyəndə deyəcəm. Bərabərsizlikdə x kvadratı bərabərsizliyindən danışıram. Əgər parabolanın qolları aşağıdırsa, kiçikdir 0 bərabərsizliyində cavab köklərin arasını götürmək lazımdır. Deməli, bizim bu şəkildə f2-miz mənfidir. Bu halda da cavabımız mənfi 0.8 1 arası olur. Yəni, bu son doğrudur. İndi siz o biri variantı özünüz yoxlayarsınız. Qollar aşağı olanda F2 müsbət olacaq. Bu zaman elə deyim də, bu zaman yenə eyni bərabərsizlik yaranacaq. Bilirsiniz niyə eyni bərabərsizlik yaranacaq? Baxın, bunu eləmişik də, buranı silin bir dəqiqə. Çox maraqlı bir şeydir. Yəni qəşəng sualdır. Bu suala hazır olun. Mənə elə gəlir ki, belə suallar imtahanlara salınacaq növbəti illərdə də. Dediyimi unutmayın. Baxın, qollar üzü aşağı getsin. Burada 2 verək. Bu zaman F2-miz müsbət olur. Razısınız da F2-miz müsbət olur. Yuxarıda olduğuna görə. X1 burada olsun, X2 də burada olsun. Qaydaya düz gəlirmi? Kökün 1 2-dən böyük, 1 2-dən kiçik. İndi onun X1 hansıdır, X2 hansıdır? Onun heç bir rolu yoxdur. Tamam. Belə. İndi mən sual verirəm. Qollar aşağı olanda x kvadratın əmsalı nə idi? Qollar aşağı olanda? Mənfidir. Mənfidir, bəli. Əgər qollar aşağıdırsa, deməli, biz nə qərar veririk? Avrosun F2-dən danışıram. Avrosun F2-dən. Deməli, A-mız mənfi olur. F2-miz isə bu dəfə müsbət olur. Və nəticədə mənfini müsbətə vuranda nə olur? Mənfi olur. A-nın yerinə nə qoyuruq? M-1. F2-nin yerinə nə qoyuruq? 2-ni qoyanda nə almışıqsa onu. 5-ə müstəqəl 4. Sol tərəfdən danışıram. Kiçikdir 0 və salam. Yenə də həmin bu aşağıdakı bərabərsizlik və onun həlli alınır. Çox diqqətlə evdə buna baxın. Yəni məsləhətdir. Çox qəşəng sualdır. Belə suallar az-azdır, amma yəni çox lazımlıdır. Oldu mu? Növbəti imtahan hazırlasınız. Bu sualdan da, yəni başqa rəqəmlərdən dediniz, birində başqa cür həll eləmişdik. Yəni az qalıb. Hardasa bir həftədən sonra mən öz suallarımı verəcəm sizə. O sualların həllinə baxacağıq. İmtahan olacaq. O imtahanı mən bilmirəm, ona qarışmıram, amma yəni inşallah ona da baxarıq. Mənim suallardan xəbərim olmayacaq, təbii ki. Yəni belə baxacaq. Tamam. Yəni bir də bunu eləyək burada. Test 13-də. Məsələn, 8 nömrəli sual. 2x kvadratı çıxılsın 5x
çıxılsın 4, bu 5-dir. 5x çıxılsın 4 bərabərdir 0. Tənliyinin kökləri x1, x2-dir. Baxın, 8 edirdim, pardon. Bir dəqiqə. Tənliyin kökləri x1, x2-dir. Demək 10 bölünsün. 10 bölünsün. Verir 2a kvadratı çıxılsın. Bu da maraqlı suallardan biridir. Tənliyin kökləri a və b-dir. Deməli, bu tənliyin kökləri nədir? Kökləri çox önəmlidir. A və B-dir. A və B isə deyir ki, 2a kvadratı çıxılsın 5a bölünsün üstə gəl 1 və bunu bu ifadə üstə gəl yox, çıx 12 bölünsün 4b kvadrat. Yəni mən məsələn bu sualı imtahanda yəni görə bilərikmi? Təbii ki, belə sual çox çətin deyil, amma yəni sadə belə suallar da düşə bilir də sadə. Məsələn bu sadədir. Baxın. Necə eləyəcəksiniz? Yəni sadə sualdır deyə yazdım. Müəlliməm yazdım A Burak B, kökləri ABC-dir. Hə. Yəni həmişə x1, x2 yazmırdıq. A Deməli, Burak B yazdım. Bəli, onu məxsusi olaraq buna görə seçdim. Niyə? Uşaqların, müdavimlərin çoxu nəyə çalışır? Müəllimlərin çoxu. Viet teoreminə çalışır. Ki, kök kvadrat tənlik gördüm. Məsələn, vəssalam Vietdən gedəcəm. A vur B belə gəldi. A üstə gəl B belə getdi. Diqqətlə baxacağıq misalın özünə. Birinci kökləri yerinə qoymağı unutmayın. Bu da var. Yəni bəzi misallarda yəni qoymaq vaxt etkisidir. Bəzi misallarda viet eləmək lazımdır. O daha yaxşıdır. Baxın, burada nə görürsünüz? Kökü yerinə qoyanda Mənim A dörtdə 2a kvadrat minus 5a minus 4. Onu da yazarıq 2a kvadrat minus 5a plus 1 minus 5. Bəli, baxın Məncə 2 yerinə qoydum. Gördünüz, yerinə qoyanda nə görürsünüz? Yerinə qoyanda bərabərdir 0-dan 2a kvadrat çıx 5a-nı 4-ə bərabər görürsünüz. Yerinə qoyanda. Bəli, mən də onu deyirdim. B'nin də qiymətini məsələn Nereden yazdık? bu A2 deyil, bu nədir? Bunu hardan gəlir? A2 deyil. Yəni kökü 2-dir. Məsələn x1 A-dır. Və yerinə qoydum. Özü deyil baxın. Tənliyin kökləri. Ben de onu dedim ki 2a kvadrat minus 5a plus 1 minus 5 yazacağıq. Bəli, yox elə də yazar. Sizin dediyiniz kimi də yazar. Bəli, 2-yə də B deyəcəyik, sonra B-ni də yerinə qoyacağıq. Yenidən elə. Bəli. İki mislini tapacağıq. Onun iki mislini tapacağıq. Yox, nə edirsiniz? Məsələn 10 bölünsün, hə, bəli. Burada ev ki bunun yerinə mən 4 qoyuram. 4-dən 1-i toplayıram. Fılsın. Burada da bunun 2 mislini bəli tapırıq. Bunun 2 mislini tapırıq. 2 misli 2 vur 4-dür. Yəni 8. Düzəlin. Bəli. Çıx 11. Düz eləmədim? Yoxsa 2 düz yazmışsınız. 2 plus 4. 2 üstə gəl. Bəli. Yəni mən deməyim nədir? Baxın, əgər biz viet teoremini tətbiq eləsəydik, A vur B-ni tapacaqdıq. Təbii ki, A üstə gəl B-ni tapacaqdıq. Sonra oradan A-nı və B-ni axtarıb tənliklər sistemi vasitəsilə A-nı və B-ni tapacaqdıq. Ondan sonra elə A-nı B-ni tapmaq istəyiriksə, elə kvadrat tənliyi həll edirəm, köklərini taparaq da. Sonra gətirib yerinə qoyaram. Amma bu kökləri tapanda, məsələn, diskriminant azadla tapsaz, 25 üstə gəl məsəl üçün 32, yəni köklər irrasional ədədlər olacaq. İrrasional ədədləri də aparıb yerinə qoymaq nə qədər ağır bir iş olur. Məxrəzdədir xüsusilə də. Bax ona görə də, yəni dərhal dayanıb ayaq saxlayıb fikirləşmək lazımdır. Yəni mənə verilən suala görə hərəkət etmək lazımdır. Yoxsa alınmaz. Bir də burada 3-cü dərəcədən bir tənlik var burada yazan. 9-cu sual. 3 vurulsun 3-cü dərəcədən x. Bunu da ona görə yazırım ki, biz əvəz etmənin gözəlliyini görək. Baxın, əvəz etmə nə qədər işi yüngülləşdirən bir qaydadır. Baxın, biz nəyə 3-cü dərəcədən x-a t deyə bilərik də və yaxud da nə bilim a deyə bilərsiniz. A deyək, a dedik. Bu zaman tənliyimiz nə şəklə düşür? 3a ola bilər ki, Çıxılsın 5 bölünsün 5 vurulsun 1 bölə ya. deməli 5 vurulsun 1 bölü a. Düzdürmü? X üstü mənfi 1'dir. Yəni 5 bölü a bərabərdir. Bəs x üstü mənfi 1'i necə yazacağıq? Buradan x üstə 1'i, yəni bunu kuba yüksəltsək, kuba yüksəltsək,
x bərabərdir a kub olacaq. Sonra üstü mənfi 1-i eləsək, 1 mənfi 1, bölünsün A bu da kubu mənfi 3 kimi olacaq. Bəli, Hə. 1 bölünsün a kubu. Özüm bilərəkdən bunu yazmışam ki, baxın görün əvəz etmə nə qədər bizə kömək edəcək. Baxın, hər dəfə vururam nəyə? A kubuna. A kubuna vurdum. A üstü 4 oldu mu? Mən bu kvadratda da bir dənə k deyib, buradan bir də əvəzləmə eləyib yazmaq olar. 2 böl A kubu yazmaq deyil. Necə? Bərabər 2 2 bölü. böl A kubu. Bəli, bəli. Deyin, bax bunları deyin. Birdən xətt, yəni bu yazıdan birdən görsən ki, qələm şey eləyir. 2. Buradan sonra biz a kvadratına baxın indi burada əvəz edirik. Birinci əvəz etmə bu. İkinci əvəz etməyə baxın. A kvadratına b kvadrat tənlik olduğuna görə bir t deyək. Bu zaman olacaq 3t kvadratı çıxılsın 5t çıxılsın 2 bərabərdir 0. Burada da məsələn belə deyək, əgər nəsə görürsünüzsə daha qısa yolla gedirsiniz də. Görmürsünüzsə təbii ki, biraz da qruplarını ayırmadan da gedə bilərsiniz. Lap uzağı diskriminantla gedə bilərsiniz. O yüzden sizin qabiliyyətinizə nasıl bir şeydir. Kökləri neçədir? Görən var. Görmürüksə X plus T plus 3'də 1, T minus 2. aha. Deməli T1 neçə oldu? Yəni t bərabərdir 2, t bərabərdir mənfi 3-də 2. Xanım plusu ilə dedi. Müsbət 2 ilə mənfi 3-də 2. Tamam. Mənfi 3'də 2, bir də 2. 2. Məsəl üçün Mənfi 3-də 2 deməyəcək. yox, bir Mənfi 3-də 2. köklərin doğru, yanlış olduğuna əmin olun ha. Yoxsa elə belə dərhal şey eləməyin. Yəni götürməyin. Əmin olun. 100% əmin olun. Ondan sonra da çünki gəlib orada əziyyət çəkərsiniz. Bir dənə səhv yazarsınız, sonra getdi. Yəni 2-ni mənfi 3-də 2-yə vuranda mənfi Müəllim, 4 burada- bölü 2. Demək bu alınmır. Yaxşı misalda nə almışdıq? 3t kvadrat minus 5t 3t kvadrat minus 2 bərabərdir. minus 5t. Minus 5t 2 bərabər 0. Bəli, buradan artıq biz bildik ki, T1-imiz mənfi 3'də 1 olacaq. T2-miz 2 olacaq. Yəni ümumiyyətlə bunu həll eləmək üçün qruplarına ayırmaq məsləhətlidir. Yəni 3t belə bu formada t buradan çıx qoyun, həmişə bu formada yazın. 2-ni təbii ki, ya bura yazmalısınız, ya bura. Burada amma belə yazanda, birinə də müsbət qoyanda hər şey düzəlir. Məsələn, bura üstə gəl qoyan kimi, yəni qrupları tapırsınız. Bir yol budur. İkinci yol belə, bu yolu da demişdim. T kvadrat çıx 5t çıxılsın 6 bərabərdir 0-dan. Sonra Kökləri tapıb sonra 3-ə bölürdük. Üçüncü yolda, yəni bu 6-6 bölüb parçalayırdıq. Bax bunu da, yəni kimin ürəyi necə istəyir? Məsələn, adam var ki, deyir ki, mən siz nə var? Diskriminantla tez bazar tapıram. Bəli, tez bazar tapırsanız buyur. Yəni bunları tap. Deməli, biz burada bunları tapandan sonra biz əvəzləmədə yerinə yazmalıyıq. Əvəzləməmiz 2 mərhələli idi. Doğrudurmu? Deməli biz a kvadratına t demişdik. Səhv eləmirəm ki, belə idi. A kvadratına t demişdik. Əgər biz a kvadratını mənfi 3'də 1 götürsək, orada həqiqi köklərdə idiyinə görə həqiqi köklərin hasilini istəyirdi. Onda biz a kvadrat mənfi 3'də 1'ə götürmürük, a kvadratını 2-yə bərabər götürürük. Buradan təbii ki, kökdə 2 və mənfi kökdə 2 alırıq. Sonra əvəzləməni qaytarırıq əvvəlki vəziyyətinə. Əvvəlki vəziyyət nə idi? Siz yadınıza düşər yəqin ki, qeyd eləmisiniz. Orada ikinci dərəcədə bərabərdir a demişdik. bəli. Onda qayıdırıq biz x axtarırıq. Misalımızın əvvəli o tərəfdə qaldı. Deməli biz burada üçüncü dərəcədən x-a kökdə 2 deyə bilirik. Kökdə 2 deyə bilirik və buradan hər tərəfi kuba yüksəldib, yəni x bərabərdir 2'nin kubu, yəni 2 kökdə 2 ala bilirik də, kökdə 2'nin kubudur. 2 kökdə 2 ala bilirik. Və növbəti 3-cü dərəcədən x-i da bu dəfə mənfi kökdə 2'yə bərabər götürürük. Təzədən kuba yüksəltsək x bərabərdir. Burada mənfi itmədiyinə görə mənfi 2 kökdə 2 olur. Və sonra hasilini deyirsə bunu buna vurursunuz. Yəni birinci kök, ikinci kök. Vuranda cavab nə alınır?
vuranda x1 vur x2 mənfi alınır. 4 vur 2-dən 8. Doğrudurmu? Tamam. Yəni kvadrat olur. Yəni demək istədiyim nədir? Məsələn, bu cür sual əslində çox maraqlı, lazımdır. Yəni gedişatı 2 dəfə əvəz etmək vasitəsilə misalı çözə bilirik, amma həqiqi köklərin olması qaydasını unutmamaq lazımdır. Və sonuncu bir dənə sual var idi. Bu test neçədə idi? Səhv eləmirəmsə belə bir sual idi. Sizdən əvvəl bir qrupum var idi. Orada belə bir suala baxdıq. Baxın, belə bir sual idi. Deyirdi ki, A məntəqəsi, o da mənim aşemdəndir. A məntəqəsindən B məntəqəsinə qədər olan yolun 12 kilometri yoxuşdur. Deməli, A məntəqəsindən B məntəqəsinə qədər yolun 12 kilometri yoxuşdur. Yoxuş nədir? Üzü yuxarı dırmaşmaq. Yəni, A-dan B-yə qədər 12 kilometrdir. B məntəqəsindən, deməli, A məntəqəsindən B məntəqəsinə qədər yolun 12 kilometri yoxuşdur. 24 kilometr enişdir. Yəni, onda B məntəqəsi burada deyil. Tutaq ki, biz bu B-ni bir dəqiqə, bu B-ni buradan silək. Yol davam edir, sonra enir. Enəndə B məntəqəsi buradadır. 24 kilometrdə enişdir. Deyirdi, atlı A-dan B-yə 7 saata gedib. 7 saata gedib. Geriyə 8 saata qayıdır. Çox maraqlı bir sualdır. Yəni, bu mənə xoşuma gəldi. Nə üçün deyəcəm indi? A-dan B-yə 7 saata gedib. Geriyə 8 saata gedib. Geriyə 8 saata gedib. Sizcə, atlı deyir düz yolda hansı sürətdən gedir? Kimisə bir fikri varmı? AB arasındakı məsafəni tapmaqla getmək olarmı? Üçbucaq şəklində birləşdirsək? Aha, yox təbii ki. Mən sizə bir şey deyim. Düz yolda bu məsələni əslində siz, mən ekskalator məsələsində nə demişdim? Hovuz boru məsələsinə bənzədərək gedəcəksiniz. Məsələn, baxın, yoxuş, eniş katerin çay axını ilə çay axının əksinə, sürəti ilə eynidir. Yəni, o kater çay məsələlərində necə edirdiksə elə. Baxın, indi, burada həllə başlayanda birinci, atlının öz sürətini, necə ki, katerin öz sürətini götürdüm, atlının öz sürətini x qoyun. Yəni, belə deyək, düz yoldakı sürətini. Atlının öz sürətinə x qoyun. Bu zaman, belə deyək, məsəl üçün, ona kömək edir, yoxuş ona mane olur, sürətini azaldır. Eniş onun sürətini artırır. Belə götürək də, çünki bu başqa cür bu izah oluna bilməz. Məsələn, demək ki, elmi ki, çay köməkləyən kimi, məsələn, deyirik ki, yoxuşla gedəndə mane olacaq. Tutaq ki, yoxuşla gedəndə, məsəl üçün, belə deyək, mane olan sürətə y deyək. O belə, mane olan sürətə deməyək. Nə deyək? Elə bir şey deyək ki, uyğun gəlsin. Məsələn, belə deyim də, elə bu V çay kimi kömək yazın bura. Kömək ya da maneçilik elədir. Yəni ki, V çay kimi yadınıza salsaz bəs eləyir. Külək də yaza bilərsiniz. Ev ki, külək. Bu Y. Bu zaman nə baş verəcək? Məsələn, bu sürətlərdir. Bu yazdığım sürətlərdir. Deməli, atlı yoxuşdan üzü yuxarı qalxanda nə baş verəcək? Mane olacaq da. Doğrudurmu? Onda 12-ni bölsəm, 12 məsafədir, unutmayın. Sürətə bölsəm. Sürəti x minus y-ə. Afərin buna. Yeni tapacaq. Üstə gələk. 24-ü böləcək x plus y-ə. 24-ü böləcək. Bəli, düz deyirsən. Bərabərdə t zamanına da, yəni yəqin ki, gedişi fikirləşiriksə 7 saata. Aha, indi bu da maraqlı bir şeydir. Bəs qaydanda nə baş verəcək? O da bizim maraqlıdır. Bu olacaq deməli 7 saata. Bura qədər mən sizdən razı. Qaydanda da 24-ü elə bil ki, x minus y-ə bölüb 12-ni x plus y-ə bölməliyik. Çünki qaydanda o yoxuşa. Baxın, qaydanda istərsiniz bu tərəfdən qaydanda atlı nə baş verəcək? Əziyyət çəkəcək də. Onda demək 24-ü böləcək. X çıx y. X minus y. Bəli. Üstə gəl. Üstə gəl.
Bəli, üstə 12 gəldi bölünsün yazacağıq. 3 plus y-dən. Aha. Yəni bunlar zamandırlar və ikisi də zamanı göstərir. Bəli, Mən bəli, bunu tamam. çox yazdım. Bunu başa düşmüşəm. Hə, məsələn, indi biz bu şeyi bənzətməsək, bizə elə gələcəkdir ki, bu fərqli bir məsələ tipidir də. Məsələn, bu oldu sistem tənlik. Məsələn, 2 dənə tənlik. Hal-hazırda biz sistem tənlik keçəcəyik. Elə bunu oradan başlayıram. Məsələn, sistem tənliyi bu məsələni sistem tənliyi necə həll edəcəyimizi deyəcəm və mövzu tənliklər sisteminə keçid eləmiş oluram. Buranı silirəm. Yəni artıq buranı başa düşdünüz. Söhbət nədən gedir? Və atlının düz yoldakı sürətini tapacağıq. Yəni x-i axtarırıq. X-i mi axtarırıq? Bəli, x-i axtarırıq da düz yoldakı sürəti axtarırıq. İndi bu sistem tənliyi həll edərkən sistem tənliyin həlli yollarından biri əvəz etmədir. Biri toplama üsuludur. Bunları bilirsiniz və cürbəcür digər üsullar da var. Məsələn, deyə bilərsiniz ki, hansı üsullardır? Bu var. Yəni sistem tənliyin işarəsini bilirik və s. İndi buranı həll edərkən deyə bilərəm. bəli, buyurun. Yuxarını 2-yə vurub aşağı tənliyi çıxa bilərik və yaxud da aşağıdakı tənliyi 2-yə vurub yuxarıdakını çıxa bilərik. Eyni mənaya gələcək. Çıxsaq amma Təbii yenə ki, 2 dəyişir. təbii ki, çıxa da bilirik, yadımızda qalsın, toplaya da bilirik. Yəni bu qaydalar bərabərliyin hər tərəfini, sol tərəfini, tutaq ki, birinci bərabərliyin sol tərəfini, ikinci bərabərliyin sağ tərəfinə də toplaya bilərsiniz. Yəni çarpaz da toplamaq. Yəni heç bir qorxusu yoxdur. Bu zaman əks toplayanda da cavablar düz gələcək. Yəni soruşur ki bizdə məsələn həlli. bizdə atlının düz yoldakı sürəti, yəni x-i, atlının düz yoldakı sürəti, yəni x-i. Başa düşdükmü? Hə. İndi biz burada təbii ki, o məsələni həll eləyəndə x-i axtarsaq, tapsaq məsələ həll olunur. Bu da sistem tənliyə gəldiyinə görə mən bunu belə alt-alta yazmağa çalışıram. Deməli, baxaq görə 24 bölünsün. Bunun yerini dəyişirəm. Heç yerini dəyişməyə ehtiyac yox. Deməli, 24 burada qalsın. 24 qalsın. Yəni, gəlin belə eləyək də 2-yə bölək. Baxın, bu ikinci tənliyimizi, burada rəngi dəyişib, bir dəqiqə, rəngi dəyişək. Burada bunu 2-yə bölək. 2-yə bölək. Burada 12 qalsın. Burada 6 qalsın. Burada 4 qalsın. O formada da yazaq bura. Deməli, 12 bölünsün x çıx y. Üstə gəl 6 bölünsün x üstə gəl y. Bərabərdir 4. Tərəf-tərəfə çıxdıq. Bunların getdiyini gördük. Burada x üstə gəl y ortaq məxrəc qaldı. 24-dən 6 çıxdıq. 18. Bərabərdir 3 oldu. X üstə gəl y-imiz oldu bizə 6-nı verdi. Doğrudurmu? Aha. İndi bundan sonra ya x üstə gəl y-in yerinə 6 qoyaq. Elə qoya bilərik də. Gəlin burada yerinə qoyaq. X çıx y-i tapaq. Deməli, olacaq 12 bölünsün x çıx y. 6-nı yerinə qoyanda üstə gəl 6 bölü 6-da 1 alınır. 4-dən 1 çıxanda 3 alınır. Düzdürmü? Onda x çıx y-imizdə neçə olur? Bir dəqiqə, birdən səhv yazarım. Yox, düz yazdım. Burada da 12 3-ə böldüm 4. Bu da belə. Növbəti sistem tənliyi görürük. Tərəf-tərəfə topla. Y-lər geçsin. 6-nın üstünə 4 gəl 10. 12-yə böl 5. Deməli, x axtarırdıq. X-ı tapdıq. Yəni, sistem tənliyi bundan sonra yəqin ki, özünüz belə tənlikləri rahat eləyə biləcəksiniz, yəni bilirsiniz. Amma bunun çətin tərəflərini indi birazdan deyəcəm. Bu belə. Əgər tam başa düşüldüsə, gəlin bir dənə də tənliklər sistemindən belə bir suala baxaq. Sonra bəzi qaydaları deməyə çalışacağam. Məsəl üçün, o hansı qaydadır? Bir dəqiqə, PDF açım. Bir dəqiqə. PDF. Hara getdi? Üzürlü sayan PDF açmağa baxa bilməyəcəm. Deməli, köklə bağlı sistem tənliklərdə bir dənə buna gözümə sataşmışdı bayaqları. Buna da baxırdım. Belə. Baxın, görüm. Test 6-da idi. Baxıram. Test 6-da. Ama heç tapmadım. Test 6-da. Hə, tapdım. Məsəl üçün, deyək ki, test 6-da belə bir sual var. Bunu sistem tənliyə baxaq. Deməli, sistem tənlikdə bu dəfə kökün altında verir. X üstə gəl y bölünsün 20. Baxırıq. Hamısı kökün altındadır.
üstəgəl kök altında x çıx y bölünsün 12 bərabərdir 6. İkinci tənliyimizi də yenə kökün altında x üstəgəl y bölü 5 verir. Çıxılsın kök altında x çıx y bölü 3 verir. Bərabərdir 2. Əslində bayaqkına oxşar bir şeydir. Sadəcə kökdə verilmiş bir şeydir. Bizdə də yenə x-in qiymətini soruşur. Məsəl üçün, nə görürsünüz burada? Mənim yuxarıda 20-ni 4 vuraq 5 yazsaq, 2-də 1 çıxar mörtəzə kənarına. 12-ni də 3 vuraq 4 yazsaq, Amma yenə 2-də məsəl 1 üçün, mən belə çıxar. eləyirəm. Mən məsəl üçün belə eləyirəm. Məsəl kökdən çıxartmaq əvəzinə, məsəl üçün 2-yə vururam. Məsəl bu da bir yoldur da. Yəni 2-yə vur, buranı da, buranı da, buranı da. Və 2-ni içəri salan kimi, əslində 4 kimi, 2 daha doğrusu 2-də. Yox, 2-də 1-ə vurmaq. Pardon. 2-də 1-ə, 2-də 1-ə. Deməli 2-də 1-ə vuram. Bəli. Yəni əslində eyni şeydir. Mahiyyətcə heç nə dəyişmir. 2-də 1-ə vururam, 2-də 1-ə vururam, 2-də 1-ə vururam. Bu belə. Bu bir yol. Yəni bir yol budur. Bir yol budur. Sonra başqa bir yolda var, amma hələlik bunu yazım. Deməli burada 2-də 1-i içəri salacağam. Olacaq birinci tənlikdən eyni vəziyyət. Deməli x üstəgəl y bölünsün. Olacaq neçə? 20 kvadratı içəri girdiyinə görə. İkinci tənliyi yazıram. Burada da olacaq 9, 12 üstə x çıx y bərabərdir. Burada 1. İndi birinci bu tənlikdən bu tənliyi neynəsək, tərəf-tərəfə vura da bilərsiniz. Baxın, bu hissəni bu hissəyə vura da bilərsiniz. Niyə vura bilərsiniz? Təbii ki, a kvadrat çıx b kvadratı olur. Siz onu tətbiq edə bilərsiniz. Bu sizin ixtiyarınızda olan bir şeydir. Amma əgər bəzən elə olacaq ki, siz onu vuranda görəcəksiniz ki, çox əlverişli bir vəziyyət yaranır. İndiki halda biz bunları tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə toplasaq, burada tutaq ki, bunlar gedəcək. Yəni sağ tərəf 7 olacaq. Sol tərəfdə 2 dənə kökdən qalacaq. Və bundan sonra da əgər düz eləmədimsə deyə bilərsiniz, düzəldə bilərik. Yəni ədədləri hesablamaq xətası olanda deyil. Bundan sonra məsəl üçün 7-ni 2-yə bölüb x üzəri y-i, yəni kök altında 7 bölü 2 yazıb. Sizə 2 vurulsun, kök altında x plus y bölünsün 20. Siz necə deyirsiniz? Yox, mən dedim bəlkə 20-dən 4 vur 5 yazdıq, 2-də 1-i çıxartdı, ona görə. Mən elə yazdım həllələrdə. Bölünsün 20 bərabərdir. 7 bölü 2-nin kvadratı yüksəlsə 49 bura, 4 bura gəlir. 2 verdiniz, x üzəri y-i tapdıq. Yəni necə tapdıq? Təbii ki, bu oturub bölməyəcəyik. 5 vur 49. 5 vur 49. Yəni belə bir şey alır. Bunu eyni qayda ilə tərəf-tərəfə çıxa da bilərdik. Baxın, toplanmış kimi həm də çıxa bilərik. Çıxanda bu zaman bunlar gedəcək. Sağ tərəfdəkilər 2 dənə olacaq. Onu da buraya yazıram. 2 dənə kök altında x çıx y bölü 10. Yerinə də qoya bilərsiniz. Amma belə də edə bilərsiniz. Məsələn, amma çıxdığınızı unutmayın. Burada ki, bu 1-dir, bu da 6-dır. Biz çıxırıqsa tərəf-tərəfə, təbii ki, burada 5 alınacaq. Eyni qayda ilə bunu da alsaq, x çıx y 5 bölü 2 kvadrata yüksəlsə 25. Burada 12 də var idi. Məxrəcə 12-ni yazın. 25 bölünsün 4 alınır. Təbii ki, 12-dən 4 aparıram 3. 3-dən 25 də yəni sağda yazıram. Yəni sonrakı etapda da tərəfləri toplamaqla biz x-i tapa bilirik. Oldu mu? Yəni bu hissəni bu hissə ilə aldıq. Yəni x çıx y burada yazın. X çıx y bərabərdir. 3 vur 25 aldı. 3 vur 25 aldı. Hesablama da ehtiyac yoxdur. Nə mənada? Məsələn, 5-i mörtəzə xaricdən çıxartmaq olur. Oradan 15 ilə 49-u toplamaq olur. Yəni, belə bir şey. Amma yenə hesablayacaqsınız. Tərəf-tərəfə bu ikisini toplayacaqsınız sonra. Aydındır. Yəni, oradan da x-i tapacaqsınız. Uzaq 5-i 49-a vuracaqsınız. İndi, tənliklər sisteminin bir müəyyən qaydalarını biraz eləyək, keçək. Deməli, tənliklər sistemində biz xətti tənliklər sistemindən danışırıq, 2 dəyişənli. Və onun həllinin araşdırılması. Birinci növbədə, həmişə dərs keçəndə birinci ondan başlayıram. A1x üstəgəl B1y. Bunu zaten çoxunuz biləcəksiniz, amma yenə də deyək. A2x üstəgəl B2y bərabərdir C2.
Bu tənliklər sisteminin hər biri düz xətti verdiyinə görə qrafiklər düz xəttdir. Y bölü kx plus b düz xəttləridir. Məsələn, düz xəttlərin 3 vəziyyəti yaranır. Biri ola bilər ki, düz xəttlər paralel gedə bilər. Biri ola bilər ki, düz xəttlər üst-üstə düşə bilər. Məsələn, üst-üstə düşən halda bu nisbətlərin bərabərliyi daha rahat gəldiyinə görə götürülür. Yəni bu nisbətlər əmsallar, hətta ümumi hədd kimi də baxa bilərsiniz. Bunu buna bölə bilərsiniz, amma işarələri unutmayın. Bunu buna bölə bilərsiniz. Sərbəst ədləri də sərbəst ədlərdən bölə bilərsiniz. Bu belə. Üçü də bərabər. Burada düz xəttlər üst-üstə düşür. Düz xəttlər nə olur? Üst-üstə düşür. Və desək ki, sistemin sonsuz sayda həlli varmı? Bəli. Üst-üstə düşəndə sistemin sonsuz sayda həlli var. Düz xəttlər üst-üstə düşür və sonsuz sayda həlli var. İkinci qayda. İkinci qayda A1 A2-yə bölünür. B1 B2-yə bölünməsi, x-ların əmsalları, y-lərin əmsalları, burada x, y dəyişənlər götürülür, ABC parametrlər götürülür. Paralel gedə bilər. Paralel gedən halda sərbəst ədləri burada olanlardır. Məsələn, C1, tutaq ki, burada olan deyil. Əslində C1 burada deyil, amma funksiya kimi olanda orada olur. Yəni, bu nöqtə gördüyünüz kimi, ya da belə baxa bilərik. Məsələn, düz xəttlərin bucaq əmsalları bərabər olur. Bu bucaq əmsallarıdır. Bunlar bərabər olur. Demək, A1 bölü A2 bərabər B1 bölü B2 bərabər deyil C1 bölü C2 şərti ödənərsə, deməli, paralel gedir. Düz xəttlər paralel olur. Paralel olanda həlli yoxdur. Sistemin həlli yoxdur. Boş çoxluq kimi qəbul olur. Hər iki sözə diqqət edin. Paralel və həlli yoxdur. Və yaxud da boş çoxluq yazdıq. Üçüncü hal yeganə həldir. Yeganə həll məsələsində S-lərin rolu yoxdur. A1-i A2-yə böldük. B1 bölünsün B2. Bu bərabər olmamalıdır. Bu üçüncü haldır. Bərabər olmayan kimi sistemin bir həlli var, yeganə həlli var, düz xəttlər kəsişir. Yəni onu da bu şəklin üstündə göstərsək, gördüyünüz kimi burada kəsişmə var. Yeganə həll x, y cütü yaranır. Birinci x-i yazacağıq, ikinci y-i yazacağıq. Bu qaydanı biləndən sonra o cür məsələləri rahat şəkildə çözəcəksiniz. Oldu mu? İki dəyişənli xətti olmayan tənliklər sistemi var. Yəni biri 2 dərəcəli ola bilər, biri 3 dərəcəli və yaxud biri 2 dərəcəli, biri 1 dərəcəli tənliklər ola bilər. Onları da yenə xüsusi yollardan həll edə bilirik. Ən belə deyək, alınmayan hallarda əvəz etmə üsulundan istifadə edəcəksiniz. Amma çox vaxtı deyək ki, xüsusi müxtəsər vurma düsturunu xatırladan misallar ola bilir. Yəni bunlara diqqət edəcəyik. Məsələn, belə bir sual da var idi. Bir dəqiqə görün, burada kitabda var imiş. Amma kitabda bir hissəsi var. Məsələn, bir hissəsini yazıram. Məsələn, tutaq ki, sistem tənlikdə x kvadratı çıxılsın, y kvadratı. Üstə gəl 2x bərabər 22 verilib. Belə bir şey verilib. Sonra ikinci tənlikdə də məsələn nə olsun? Nə olsun? Tutaq ki, amma burada belə yazılsa. Məsələn, tutaq ki, olsun belə. Sonra da yazılsın olsun x üstə gəl 1 çıxılsın y bərabərdir 0. İndi təbii ki, burada əvəz etmə belə eləyə bilirsiniz. Düzdürmü? Əvəz etmə. Məsəl üçün, nə edəcəksiniz? X bərabərdir, y çıx 1 yazıb, aparıb yerinə qoyub kvadrat tənliyi ala bilərsiniz. Doğrudur. Belə bir şey eləyə bilərsiniz. Amma məsələn, fikrim nə idi? Məsələn, fikrim bu idi. Məsələn, tutaq ki, mən burada neynəsəm, məsələn, x-i, y-i sadə ədədlər versəm, x və y sadə ədədlər olsun. Fikir verin, burada da belə suallar ola bilər. X və y sadə ədədlər olsun. Tamam, sadə ədədlər olsa, birinci tənlikdən mən bunu, niyyətim bu idi, bunu alım. Məsəl üçün, x kvadratı, tutaq ki, mən o 2x-i yaxınlaşdırıram buna, özümdən 1 əlavə eləyirəm. Sonra çıxılsın y kvadratı bərabərdir 23. Bunu yazıram belə. Niyyətim bu idi. İkinci tənliyi düzəldəcəm indi. Məsələn, bu ifadə nə olur? X üstə gəl 1 mötəzənin kvadratı çıxılsın y-in kvadratı bərabərdir 23 olur. Və buradan alırıq x üstə gəl 1 çıx y. X üstə gəl 1 üstə gəl y. Müxtəsər vurma düsturunu tətbiq elədim. Bərabərdir 23.
İndi ikinci tənlik asandır deyə əvəz edib yerinə qoyub nəsə tapa bilərik. X, Y. Amma sadə ədədlər dediyimə görə buradan nə qərar verəcək? X üstəgəl 1 çıxılsın Y bərabərdir 1 fikirləşəcəm birinci. Sizə demişdim deyəsən bu barədə. X üstəgəl 1 üstəgəl Y bərabərdir 23 olacaq. Onda belə çıxır ki, yəni belə eləyək də. Buranı bir götürək. Məsələn, bu tənliyi verir. Bu tənliyi verir. Məsələn, deyir ki, X, Y sadə ədədlərdir. Sadə ədədlərdir. Məsəl üçün, tam həllərinin sayını tap və yaxud tam həllərini yaz. Tam həllərini yaz. Ola bilər desin, ən böyük tam həllini tap. Tutaq ki, burada ən böyük tam həllini soruşaq bu dəfə. Ən böyük tam həlləri cəmi. Ən böyük deməli, ən böyük tam həlləri cəmi. Amma bunu X, Y cütü kimi yazaq ki, şey olmasın. Deməli, X, Y cütlərindən onu ödəyən, bunu ödəyən, bu tənliyi ödəyən X, Y cütlərindən X üzəri Y-in ən böyük qiymətini tap. Ən yaxşısı budur. Deməli, X, Y cütlərindən, tənliyin həlli olan X, Y cütlərindən X üzəri Y-in ən böyük qiymətini tap. Tamam, əbəqi yazaq. Bunu. Deməli, mən 1.23 kimi baxa bilərəmmi? Baxa bilərəm. Doğrudurmu? Sistem tənliyə gəldikmi? Gəldik. Tərəf-tərəfə toplaya bilərikmi? Bilərik. Y-lər gedəcək. 2x 2 verəcək. O da 24. Bu zaman 24-dən 2-ni çıx. X-ə 11 tapacaqsınız. X 11 oldu. X 11-dirsə birində yerinə qoy. Alınacaq nə? 11 üstə gəl 1 çıx Y bərabərdir 1. Mən özüm bir izadı sağ atmadım ki, vaxtımız yetməsin. Y bərabərdir. Birlərə at. Y-də 11. Demək, X-də 11, Y-də 11 ala bildik. Və bundan da böyük ola bilməz. 11 üstəgəl 11. Deyə bilərsiniz, niyə ola bilməz? 22. Məsələn, tutaq ki, biz təsəvvür edək ki, X üstəgəl 1 çıx Y. Yəni, daha kiçik olanı 23 götürək. Bu zaman nə baş verəcək? Baxın, X üstəgəl 1 üstəgəl Y bərabərdir 1 olmalıdır da. 23 vur 1-dən alırıq axı. Bu zaman bunları tərəf-tərəfə toplayanda Y-lər gedir. 2x üstəgəl bəli, yenə eyni şeyə gəlib çıxırıq. Amma Y-i fərqli alırıq. Baxın, çox önəmlidir. Y fərqli olacaq. X 11 olacaq. 11-i yerinə qoyun. 11 lap burada qoyun. 11 üstəgəl 1 üstəgəl Y bərabərdir 1. Y-i görürsünüz mənfi alır. Ən böyük qiymətə doğru yolu qalmır. Və əgər siz desəz ki, məsələn, bunu başqa cür mənfi 1, mənfi 23 kimi də götürə bilərik. Bəli, mənfi 1, mənfi 23 də götürə bilərik. İndi, bu halda mənim yadıma şey düşür. Çəp simmetrik tənliklər və simmetrik tənliklər. Biraz o barədə danışacağım indiki halda. Yəni, görək vaxt imkan verəcək, verməyəcək. Hələlik vaxtımız var. Deməli, bayaqkını elədik, 22 tapdıq. Simmetrik tənlik nə deməkdir? Məsələn, tutaq ki, A üstəgəl B-miz oldu 17, məsələn deyək. Tutaq ki, 5-dən 12 götürmüşəm. A vur B də bərabərdir 5-ə 12-yə vuranda 60. Məsələn, buna niyə simmetrik sistem deyirik? Simmetrik tənliklər sistemi deyirik. Burada hərflərin yerini dəyişəndə sistemin verilmə şərti ümumiyyətlə dəyişmir. Məsələn, B üstəgəl A, A üstəgəl B. Birincidə dəyişmədi. İkincidə B vurulsun A. Bir növ vurmanın yer dəyişmə xassəsi və toplamanın yer dəyişmə xassəsi özünü ödədi. Buna biz belə sistemlərə simmetrik sistem deyə bilirik. Yəni, burada əgər tənliyin kökü, tənliyin həlli hansısa bir A, B cütüdürsə, bu zaman onun digər həlli hökmən B1, A1 olacaqdır. Hökmən. Məsəl üçün, biz indi bunu şifahi dedik, 5-dən 12 fikirləşdik. Yəni, kökləri 5, 12 olsun. Eyni zamanda, baxın, 12, 5-də qoyanda düz gəlir. Ona görə buna biz simmetrik tənliklər sistemi deyirik. Lakin, bəzi tənliklərdə bu əsasən ikinci dərəcə x kvadratı, y kvadratı, a kvadratı, b kvadratı olan tənliklərə aiddir. Burada 4 dənə də sistemin həlli çıxa bilir. Məsələn, bunu silirəm. Tutaq ki, bizə verildi a üstəgəl b bərabərdir. Məsələn üçün, gəlin maraqlı bir şey deyim. A kvadrat üstəgəl b kvadratı Pifaqor ədədləri ilə yazsam, məsəl üçün fikirləşsəm, tutaq ki, 7, 24, 25-dir də. Bura yazıram, təbii ki, 25 yox, 625. Böyük ədəd qoyuram, 625.
7-dən də 24-ün cəmi, 7-dən də 24-ün cəmi verdi bizə 31. Tutaq ki, indi mən onu tərtib eləmişəm deyə, yəni düşünmüşəm deyə rahat tapılır. Təbii ki, bu böyük ədədləri tapmaq təbii zor olur, bunu biləsiniz. Amma yenə də Pifaqor ədədləri kimi yadınızda bəzi şeylər qalsın ki, bəzən çox lazım olur. İndi 7 və 24 bu tənliyin bir köküdür. Bunun simmetrik tənlik olduğunu necə deyə bilərik? Əgər 24 7 olarsa, çünki simmetrikdir də, yerlər dəyişəndə düz gəlir. 24 7 də olur. Amma burada kvadrat olduğuna görə, bununla iş bitmir. Yəni belə çıxır ki, əgər 7 24 ödəyirsə, -7 -24 də ödəyə bilər. -7 müsbət 24-dür deyirəm. -7 müsbət 24 ödəyə bilərmi? Baxıram, yox, ödəmir. Onda düz olmadı. Məsəl üçün başqa nə ola bilər? Məsələn, belə ola bilər də, -7 -24 ödəyə bilərmi belə bir şey? Bir baxın. Burada ödəmir. Mümkün deyil. Mənfi olur. Burada Müəllim, olmur. kvadratikdə Burada ödənir, olmur. amma yuxarıda yox. Bəli. Onda çünki toplamların yerini dəyişəndə yuxarıda alınır. Amma indi gəlin bunu vurma kimi eləyək. Baxın, indi vurma kimi baxaq. Burada ortada vurma olsun. 7 vur 24 neçə idi? 7 vur 24. 140, 168. Məsəl üçün. Tutaq ki, vurma kimi eləsək, bax indi ödəyəcək. Baxaq görə ödəyirmi? Birdən deyib ödəməz. -7, -24. Bəli, vuranda çünki mənfi burada müsbət eləyir. Ödədi. Bu zaman -24. Yəni demək istədiyim nədir? Yəni baxın, əgər simmetrik tənlikdirsə, hökmən AB ödəyirsə, BA cütü ödəyir. Lakin əlavə olaraq da bəzən, məsələn AB cütü ödəmişdirsə, -A, -B və bunu yerin dəyişəndə -B, -A cütü də ödəyə bilər. Yəni bunlar yadımızda qala bilər də, belə bir haldan birdən qarşılaşsa ödəyə bilər. Bir də çəp simmetrik tənlik deyirlər, çəp simmetrik tənlik. Bu çəp simmetrik tənlikdən kimin xəbəri var? Belə bir şey. Heç kimin xəbəri yoxdur. Məsələn, belə bir şeydir bu. Məsələn, tutaq ki, A çıxılsın B-miz, məsəl üçün olsun, çox deməyək də, böyük ədəd deməyək. Məsəl üçün 4-1 götürək ki, ödəsin. Sonra burada yazaq A kvadratı, üstə gəl B kvadratı bərabərdir 17. Cavablar simmetrik olurdu burada, yoxsa? Cavablar o dediyim kimi yerlər dəyişir, simmetriya var. Ona görə də sistemin özünə də simmetrik sistem deyə bilirik. Yəni cavabları simmetrik olduğuna görə. Məsəl üçün 4-1-1-4 olması bu hansı simmetriyaya aiddir? Kim deyər? Hansı simmetriyaya aiddir? X-i 4, Y-i 1. Yadınıza sala bilirsiniz. 4-1. Buradakı bu nöqtə, baxın, 1-4 hara gedir? 1-4. X-i 1, Y-i 4. Sizcə bu hansı simmetriyanı göstərir? Yerlər dəyişibsə. Bunu göstərirmi? Y bərabər X düz xəttini. X-dan Y yerlərini dəyişir. Koordinat başlamasını deyil. Yox, Y bərabər X düz xəttinə görə. Bəli. Koordinat başlanğıcına görə belə idi. 4-1, 0-0-a görə yerin dəyişəndə hara gəlirdi? Birinci rübdə olan üçüncü rübə gəlib düşürdü. Yadınıza düşürmü? Mənfiyə gələrdi. Bunu -4, -1-ə gəlib düşür. Məsəl üçün, Y bərabər X düz xəttinə, Y bərabər -X düz xəttinə görə simmetrik sistemlərdə yəni baş verir, həyata keçir, düzdür. Orada koordinat başlanğıcına görə də bəzən deyə bilirik. Yəni bunu hal-hazırda ən populyar yaranan 4-1-1-4-dür. İndi buradakı olayda 1-4 ödəmir. Baxın yerinə qoyun ödəmir. Nədən ödəmir? Çünki açıq B var. Aydındırmı? Açıq B olduğuna görə 1-4 ödəmir. Onda 4-1 ödəyirsə, çəp simmetrik tənlik bu formada bir şeydir. Elə bir ki, 1-in əksini yazacağıq. 4-ün də əksini yazacağıq. Yəni bir ki, bir növ X, Y yerlərini əksinə dəyişir. Bax, bu çəp simmetrik tənlik olur və burada A-nın yerinə -1-i qoyun, B-nin yerinə -4-ü qoyun. Görəcəksiniz ki, düz gəldi. 3-3-ə bərabər oldu. Zaten kvadratlarda problem yaranmır. Yəni mən bilsəm ki, bu tənliyin bir kökü
Və sadəcə bunu həll edəndə 4 1 alınır. Təbii ki, burada da özünü ödəməlidir. İkincidə də özünü doğrultmalıdır. O zaman mən ikinci kökü dərhal yaza bilərəm. Yəni çəp simmetrik tənlik olduğuna görə. Yəni bu da buna aiddir. Qalanı əvəz etməni bilirsiniz, şeyi bilirsiniz, nədir? Bir də praktiki üsullar olur. Praktiki üsullarda yəni bir növ əzbərçilik olur. O bəzən yaddan çıxa bilir. Ona görə ona çox məsləhət görmürəm. Məsəl üçün belə bir şey deyim. Əgər biz sistem tənlikdə tutaq ki, bizə verib x üstəgəl y bərabərdir 5 məsələn. Deyir ki, x kvadratı üstəgəl y kvadratı bərabərdir b. Məsələn, deyir ki, təhlükə sisteminin yeganə həlli var. Nə həlli var? Yeganə həlli var. Yeganə həlli var. Və yaxud da buranı verək, məsələn, buranı b-ni verək, 5-i gizlədək. Onun fərqi yoxdur, amma yəni bu deməkdir. Burada biz bir yeganə həlli olanda normalda nə etməliyik? Normalda əvəz edirik. X bərabərdir 5 çıx y. Gətiririk, qoyuruq x-in yerinə. Çünki bu xətti təhlükə sistemi deyil. 5 çıx y-in mörtəzə kvadratı, üstəgəl y-in kvadratı, bunu elə olduğu kimi saxladım, çıxılsın b. Bu zaman bunu açırıq, 25 çıxılsın 10y, üstəgəl y kvadratı, y kvadratları birləşdi 2y kvadratı, b-ni sola atdım, bərabərdir 0. Nə alındı? Kvadrat tənlik. 2y kvadratı çıxılsın 10y, üstəgəl 25 çıx b. Doğrudur. İndi diskriminant 0 olmalıdır ki, yeganə həll çıxsın. Aydın oldu. Diskriminant 0 olmalıdır ki, yəni y-ə görə kvadrat tənlik alırıq. Diskriminantı tapırsınız, b-ni oradan tapırsınız. Diskriminant b kvadrat çıx 4ac olduğuna görə, deməli, düzdür, yarısından da işləyə bilərik. Amma belə b-nin yarısından da işləyə bilərik. Amma b kvadratdan gedər. 100 çıxılsın. 4'ü vurdum 2'ye 8. 200 burada alındı. 200. Düzdür mü? 4 vur 2 vur 25 çıx 1. 200 çıxılsın. Neçə eləyir? 8b. Səhv yazanda deyil. 8b yoxsa üstə gəl 8b. Bir dəqiqə. Üstə gəl 8b. Bərabərdir 0. Buradan da 8b bərabərdir 100. B-ni tapmış olduk. 4'e böl 25 bölü 2 12,5 doğru cavabımız 12,5 oldu yeganə. Amma indi bunun qısa yolu məsəl üçün deyirlər praktiki üsul deyirlər. Mən çox məsləhət görmürəm. Çünki bəzi xırda nüansları dəyişən kimi şey olur. Məsəl üçün tutaq ki 5'in yerində A dayansın. Burada da B dayansın. 5'in yerində A dayansın. Onda biz belə bir qayda var. A kvadratı bərabərdir 2B olanda yeganə həll olur deyəcəyik. Və bunu da 5'in kvadratı 25. 25 bərabərdir 2b qoyacağıq yerinə. B-ni avtomatik 12,5 tapacağıq. Təbii ki, bu misallar, bu tipli misallar üçün doğrudur. Burada üstəgəl də olsa, çıx da olsa, bu yol doğru gəlir. Amma gərək burada da çevrənin tənliyi olsun. Çevrənin tənliyi forması olsun. Bax, bu bir növ çevrə çəkilir. Şəkil çevrədir bunun şəkili. Bu da düz xəttdir. Çevrəyə toxunan nöqtə olur. Toxunma axı bir nöqtədə həyata keçir. Ona görə də həmin nöqtənin elə bir ki, koordinatları x, y olur. Onu tapmış olursan. İndi biz təbii ki, biz b-ni tapdıq. B-nin hansı qiymətdə yeganə həlli var? Yeganə həllini soruşmadı. Sadəcə b-ni soruşdu, tapdıq. Yəni, xətti təhlükər sistemində fərqli üsul tətbiq edirik. Gördüyümüz kimi, bu cür misallarda fərqli. Yəni, kvadrat tənliyə gəlir, kvadrat olanda. Oldu mu? Sonra başqa bir şey, vaxtımız varsa bunu eləyək. Müxtəsər bulmaçlarla istifadə olacaq. Gəlin bir də məsələ, tənlik qurmalı məsələ həlləri. Tənlik qurmalı məsələ həllərini çoxsunu bir məchulu tənlikdən də çözə bilərsiniz. Topluda mütləq buna aid suallar çoxdur. Bunları işləmək lazımdır. Məsəl üçün, amma e-maşindən istəyirdim. Baxaq, gəlin elə burada tənliklər sistemindən bir dənə məsələyə baxaq. Bir də siz suala diqqət edin. Sual həmişə bəzən x-i tapmaq, y-i tapmaq çox zordur. Birbaşa sualın özünü tapmaq ən rahatıdır. Bax, bunu biləsiniz. Bir də görürsən ki, uşaq x-i, y-i tapır, əziyyət çəkir tapır. Məsələn, tutaq ki, bizə verir 2x burada bir misal var. Topluda onu yazıram. 6, x üzəri y 3. Bu çox asandır. Yəni, y vurulsun, y çıx 2-ni soruşur. Məsələn, bunu soruşur, hasilini tap. Təbii ki, biz bunu x-i əvəz edərik, y-dən qoyarıq yerinə tapa bilərik. Amma fikir verin, biz nə edə bilərik? İkinci tənliyi 2-yə vururuq.
İkinci tənliyin hər tərəfini 2-yə vurduq və tərəf-tərəfə çıxırıq. Bunlar gedir. Gördüyünüz kimi y kvadratı çıxırsın 2y bərabərdir 6-dan 6 çıxırsınız 0 eləyir. Bu da elə həmin şeydir. Cavab 0 olur.